Əziz, değerli müsəlmanlar, ilk önce Allah'tan qorxmağı tövsiyə edirəm. Bu Rabbimizin hem bize hem bizden evvelki nesillere ettiği bir tövsiyesidir. Buyurur ki biz sizden evvelki ehli kitaba tövsiye ettiğimiz kimi size de Allah'tan qorxmağı tövsiyə edirik. İmam Müslim rahimahullah öz səhiyində Ebu Zer radiyallahu anhudan nəql ettiği hadiste Peygamber sallallahu aleyhi ve sellem bize Allah Teala'nın bu hitabını çatdırır. Deyir ki sallallahu aleyhi ve sellem, Allah Teala dedi ki: "Ya ibadi, lev enne evvelakum ve ahirakum ve insakum ve cinnakum kanu ala atqa qalbi raculin vahid minkum ma zada zalika fi mulki şey'a." Ey kullarım, eğer sizin evvelkileriniz ve sonuncularınız, insanlarınız, dinleriniz en tekvalı kalpli bir kişinin kalbi kimi olsalar veya sizden en tekvalı birinin kalbi kimi olsalar, bu benim mülkümde hiçbir şey artırmaz. Ya ibadi lev enne evvelakum ve ahirakum ve insakum ve cinnakum kanu ala afjari kalbi raculin minkum ev afjari kalbi raculin vahid minkum ma nakasa zalika min mulki şey'a. Eğer sizlerden ey kullarım, insanlarınızdan, zinlerinizden hamısı en facir, en fasik bir kişinin kalbi kimi olsalar, bu benim mülkümden hiç ne eksilmez. Lev enne evvelakum ve ahirakum ve insakum ve cinnakum qamu fi sa'idin vahid fesaluni fe'ataytu kulli insanin mes'aleteh ma nakasa mimma indi illa kema yankusul mehitu iza udkhilal bahr. Ey kullarım, eğer sizden evvelkileriniz, sonuncularınız, insanlarınız, dinleriniz bir torpaq üzerinde dayanıp menden isteseler ve herkese istediğini versem, o mende olandan yalnız iğnenin denize batıp çıktığı kadar bir şey azaldar. Ya ibadi innema hiye a'malukum uhsiha lekum thumma uvaffikum iyyah. Ey kullarım, bu sizin əməllərinizdir. Sizin için onları sayıram, saklayıram. Sonra size qaytaracağım veya mükafatını, əvəzini size vereceğim. Fəmən vəcədə xeyran fəliyəhmədillah. Kim xeyir taparsa Allah'a həmd etsin. Və mən vəcədə qeyra dəlik. Kim başka bir şey taparsa fələ yəlumənlə illə nəfsə. Özündən başka hiç kimi de anlamasın. Ona göre de soruş nefsinden. Düşün, hiç nefsine qayıdıb bir dəfə soruşmusan ki, mən kiməm Allah yanında? Allah katında mən kiməm? Səmada adım necə tanınır? Nədir səmada, göydə adım? Necə səslənir, necə çağrılır? Yüksək məclisdə, məqamda Allah Teala sənin adını o toplumda necə zikr edir? Adın hansı kitabda yazılıb? Məsələnin aydınlığı üçün, qaranlığın işıqlanması üçün bəs edir ki, Peygamber sallallahu aleyhi ve sellemin bir hədisine nəzər salasan. İnne sidqa birrun ve innel birra yehdi ilel cenneh ve innel abde le yeteharra sidqa hatta yuktebu indallahi siddiqa. Həqiqətən doğruluq yaxşı bir işdir. Yaxşılıqdır ve yaxşılıq da cennete aparır ve kul o kadar doğru danışır ki nihayet Allah katında doğrulardan yazılır. Ve innel kezibe fucurun ve innel fucura yehdi ilen nar ve innel abde le yeteharra'l kezibe hatta yuktebu indallahi kezzâbe. Ve yalan ise facirliydi, fasikliydi, yani asiliydi. Ve asiliyi de o da aparır, cehenneme aparır. Ve kul o kadar yalan danışmakta devam edir ki nihayet Allah katında yalancılardan yazılır. Öyleyse sual ver nefsine. Sen sadiqlerdensen, doğrulardansan Allah katında, yoksa yalancılardan? Yaxşılardansan, yoksa xəbislərdən? Xeyirlilerdensen, yoksa şərlilerden? Allah katında müminsen, yoksa kafir? Azğınsan, yoksa hidayet üzerinde olanlardan? Semada salihlerle adın zikr olunur, yoksa semada facirlerle adın qeyd olunur? Sicil kitabında adın qeyd olunur, yoksa illiyində? Sen Allah'ın razı qaldıqlarındansan, yoksa qəzəbinə düçar olduqlarından? Allah'ın dəstəsindənsən, ordusundansan, yoksa şeytanın ordusundansan? Kimlerdensen sen? Dünya əhlindən, dünyanın qulu olanlardan, yoksa ahireti tələb edib onun için yarışanlardan, ahiret aşıklarından? Eğer cevap tapmışsansa de. Nedir cevabın bu suallara? Eğer müminlerdensense, salihlerdensense,
yaxşılardan, siddiqlərdənsənsə, Allahın dostlarından, övliyalarındansansa, onun dəstəsindənsənsə, bununla, əməlinlə Allahın rizasını, ahirəti istəyənlərdənsənsə, bil ki, hörmət sahiblərindənsən. Hörmətlisən, bəli, çünki Allah qatında dəyərlisən. Allah qatında dəyərlisən, əgər iman kök salıbsa qəlbində və bəs edir ki, Allah qatında dəyərli olmağı anlamaq üçün Peyğəmbər sallallahu aleyhi və səlləmin bu kəlamına diqqət edəsən. Aydın olsun sənə qədrin Allah qatında nədir? Aydın olsun sənə Allah Taala necə sənə dəyər verir? İbn Hibban öz səhihində nəql edir bizə Ənəs ibn Məlik radiyallahu anhudan. Deyir ki, bir kişi var idi, Bədəvi ərəblərdən, adı Zəhir ibn Haram idi. Peyğəmbər sallallahu aleyhi və səlləmə hədiyyələr gətirirdi. Çöldən gələndə, səhradan gələndə Peyğəmbər sallallahu aleyhi və səlləm də onun üçün nəsə hazırlayırdı. Yola çıxması üçün o da ona hədiyyə edirdi. Və bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm onun bazarda ticarət etdiyini görür. Və deyirdi ki, sallallahu aleyhi və səlləm onu xatırlayanda Zəhir bədinə və nəhnu hadırıq. O bizim çölümüzdür, biz onun isə şəhəri. Sevirdi sallallahu aleyhi və səlləm onu. Və bir gün görür ki, bazarda ticarət edir. Və bəzi rəvayətlərdə gəlir ki, heç də yaraşıqlı biri değildi. Eybəcər idi. Peyğəmbər sallallahu aleyhi və səlləm arxadan onun kürəyindən onu qucaqlayır. Və görmür kimdir onu qucaqlayan. Həmin o kişi Zəhir deyir ki, arsilni mən hədə, burax məni, sən kimsən? Sonra çevrilib baxır, görür ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdir. Və kürəyini Peyğəmbər sallallahu aleyhi və səlləmin sinəsinə sıxır. Və deyir ki, sallallahu aleyhi və səlləm, mən yəştəri hədəl əbd, kim bu qulu satın alar? Zarafatlaşır sallallahu aleyhi və səlləm, baxmayaraq azad idi o. Deyir ki, kim bu qulu satın alar? Deyir ki, Zəhid, təcidinu ya Rasulallah, qəsidə. Deyir ki, ey Allahın elçisi, sən məni dəyərsiz görərsən. Yəni, heç kim mənə qiymət verməz. Heç kim məni satın almaz. Deyir ki, sallallahu aleyhi və səlləm, ləkinnəkə indəllah leysə bikəsid. Lakin sən Allah yanında heç də dəyərsiz deyilsən. Və ya deyir ki, bəl əntə indəllahi qalin. Əksinə, sən Allah yanında dəyərlisən. Və gəlib bəzi rəvayətdə ki, sən Allah qatında qazanc gətirənsən. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu kəlamı təəccüb doğurur. Və göstərir sənə ki, sən ucuz deyilsən. Əksinə, Allah qatında dəyərlisən. Qədrin əzəmətlidir. Səni öyrədir ki, etibar edəsən nəfsivə. Yəqin olasan ki, Allah Taala səni tərk etməz. Yəqin olasan ki, nə varsa sənin üçün Allah Taala xəlq edib. Və təkəbbürlükdən uzaq olasan. Özünü böyük görməkdən uzaq olasan. Allaha yönələsən. Elə isə bildinsə ki, Allah qatında sən kimsən? Allah qatında necə dəyərin var? Ona görə sarıl Allahın əmrlərinə, qadağalarına, niyə də yox? Xəlq edib səni və gözəl bir biçimdə xəlq edib. Əmr edib mələklərə sənə səcdə etsinlər. Səni şərəfləndirib elmlə. وَعَلَّمَ آدَمَ الْأَسْمَاءَ كُلَّهَا Adəmə hər şeyin adını öyrətdi. Sənin üçün xəlq edib, yeri səni orada xəlifə edib. Xəlq edib sənin üçün göyləri, səmanı sənə xitab edib. Xəlq edəndən sonra xitab edib. Vəhiy ilə səni qəsd edib. Sənə görə elçilər göndərib. Peyğəmbərlər göndərib. Sənə görə kitablar nazil edib. Sənə görə qiyamət günü tərəzilər qurulacaq. Sənə görə cənnət xəlq edilib, cəhənnəm xəlq edilib. Sənə görə ölmək var, dirilmək var, həşr var. Sənin nəfsini pak etməklə özünü sənə tanıtdırıb, sənə hörmət, şərəf verib. Sənin üçün yerdə də, göydə də, dənizdə də minik verib. Fəzilətli edib səni məxluqatın çoxundan, əksəriyyətindən şərəfli edib. Qoruyub səni, əhatə edib qayğısı ilə, qoruyub səni mələkləri ilə və öyrədib ki, sən onun qulusan. Buna görə xəlq olunmusan, ona ibadət etmək üçün və səni xəlq edib lütfü ilə, səxavəti ilə, ruzisindən bol-bol verib sənə əta edib və xəbər verib ki, onun nəzarətindəsən, nəzarətindən kənarda deyilsən, gizlinin də ona aşkardır, aşkarın da ona gizli qalmır, əməllərini sayır və verəcək sənə, qaytaracaq o əməlləri sənə, mükafatını xeyir kimi, əgər xeyir etmisənsə və şər kimi, əgər şər etmisənsə və səni xəlq edib əzəmətli bir hikmət üçün, əzəmətli bir qayə üçün və mükəlləf edib səni o əzəmətli ibadətlə ki, ona ibadət edəsən, onu zikr edəsən, onu şükür edəsən, əmr edib ona doğru yönələsən, çalışasan, səy göstərəsən, ona yaxınlaşasan, onun əmr etdiyi kimi hidayət üzərində olasan, çıxarıb səni zülmətlərdən nura və sənin üçün nə sərvət, nə mal mülk gətirəcək, nə bəhrə gətirəcək, nə səbəb varsa, hamısını asanlaşdırıb sənin üçün ki, inkişaf edəsən, yüksələsən və öyrədib ki, sən ona qaydacaqsan. Onun önündə duracaqsan və öləndən sonra mükafatı
verəcək və ya cəzalanacaqsan. Hesabın çəkiləcək. Hər bir əməl, hansı ki etmirsən, hər bir əməlin sorğu-sualı olacaq. Öyrədib ki, rəhimli olacaq sənə. Əl üzməyəsən deyə onun rəhmətindən, usanmayasan deyə, onu öz tutuyorsan deyə, öz qayğısı ilə əhatə edib, ona görə də sən Allah qatında dəyərlisən. Dəyərlisən Allah qatında, çünki əli ilə yaradıb səni. Xəlq edib öz əli ilə, buna görə dəyərlisən. O dərəcəni sənə bəxş etməyi ilə, o neyməti sənə bəxş etməyi ilə göstərib ki, dəyərlisən, heç də digər məxluqlar kimi deyilsən. Əksinə Adəmi xəlq edib əli ilə, onu şəkilləndirib, ona surət verib əli ilə. O hörmətli surət, hansı ki ondan qeyri heç kimə belə etməyib, heç bir məxluqa, digər məxluqlar kimi səni ol deməklə yaratmayıb, əli ilə yaradıb. Ona görə qadağa gəlib üzə vurmaq. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sizdən kim vurursa və ya vursa üzdən çəkinsin, üzə vurmasın. فَاِنَّ اللّٰهَ خَلَقَ عَادَمَ عَلَى surət. Çünki Allah Teala Adəmi öz surətində yaradıb. Yaradıb Adəmin nəslini Adəmin surətində. Hələ onun belindəykən, Adəmin belindəykən şərəfli edib səni. Sənə surət verməklə, şəkil verməklə, ruhunu bədənin xəlq olunmamışdan qabaq xəlq etməklə Dərimi rahiməhullah deyir ki, Allah Teala Adəmin xəlqini əli ilə edib birbaşa. Bundan qeyri məxluqatdan heç kim üçün bu fəzilət yoxdur, bu şərəf yoxdur. Ona görə dəyərlisən Allah qatında, dəyərlisən ibadəti üçün xəlq edib, dəyərlisən hər şeyi sənin üçün xəlq edib, dəyərlisən çünki xəlq edib yeri, göyü, kainatı, dənizi, çayı, dağları, təpələri, vadiləri, ağacları, heyvanları, günəşi, ayı, hər şey sənin xidmətin üçün xəlq edilib. Dəyərlisən Allah qatında, dəyərlisən bəs edir ki, mələklər, hətta Allah Teala özü, mələklər də sənin üçün dua edir. Mələklər bağışlanma diləyir sənin üçün, istiğfar diləyir sənin üçün. And içəndə Allah Teala sənin ilahına and içir. Məxluq insanın hökmüdarına and içir. İnsanın Rəbbinə and içir, ilahına and içir, şərəfləndirib səni. Dəyərlisən, əgər bunu başa düşsən, dinini anlasan, əməl etsən, dəyərlisən, sənin qətlini bütün insanlığın qətlinə bərabər edib, bəşəriyyətin qətlinə bərabər edib. Dəyərlisən, sənin hörmətin, sənin qətlin dünyanın yox olmasından daha əzəmətlidir. Dəyərlisən, hətta onun evindən, Kəbədən daha əzəmətli olduğun üçün, daha dəyərli olduğun üçün. İbn Abbas radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Kəbəyə baxdı, dedi ki, mərhəbən bikə min beytin mə'adamək, salam olsun, sənə bir ev kimi nə əzəmətlisən, və a'zamə hörmətək, və hörmətin necə əzəmətlidir, və ləl-mü'minu a'zamu indallahi hörmətən mink, müminin hörməti Allah qatında səndən daha əzəmətlidir. Dəyərlisən Allah qatında, malva görə yox, mülküvə görə yox, gözəlliyivə görə yox, cismivə görə yox, dəyərlisən Allah qatında qəlbində olana görə, qəlbində olan imana görə, Rəbbinə, elçinə olan məhəbbətinə görə, Rəbbinə elçinə olan itayətinə görə. Abdullah ibn Məsud radiyallahu anhu səhabələrin ən məşhurlarından idi, alimlərindən idi. İslamda fəzilət sahibi idi, İslamı ilk qəbul edənlərdən biri idi. Peyğəmbərə peyğəmbərlik verilən ərəfədə ilk İslamı qəbul edənlərdən biridir. Bəziləri deyir ki, 6-cısıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün onu bir iş günü göndərir. Necə ki, Əli ibn Əbi Talib deyir. Bir Peyğəmbər sallallahu aleyhi və səlləm əmr etdi Abdullah ibn Məsuda ağaca çıxsın, onun bəhrəsindən nəsə gətirsin. Və İmam Əhmədin rəvayətinə gəlir ki, əmr edir ki, misvak ağacının çubuğunu gətirsin. Və deyir ki, Əli ibn Əbi Talib, Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabı baxdılar onun ayağına və ayaqları nazik idi. Onun naziliyindən güldülər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, mən tətəkum, niyə gülürsünüz? İnkar etdi əshabına, onların Abdullah ibn Məsuda gülməsini. Sonra dedi ki, Lərriclu Abdullah əthqalu fil mizani yevməl qiyaməti min Uhud. Abdullah'ın ayaqları qiyamət günü tərəzidə Uhuddan daha ağırdır. Bu Abdullah ibn Məsudun fəzilətidir. İslamda olan dəyəridir. Nəyə görə? İmanına görə. Qəlbində olana görə. Ona görə də ibrət heç də bədənin qüvvətində deyil. İbrət cəsədin böyüklüyündə deyil. Nəsəbin olmağında deyil. İbrət, dəyər insan üçün Allah qatında insanın dininə görədir. Əməlinə görədir. Başqalarına verdiyi faydaya görədir. Əbu Umamə radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, İnnallaha la yanzuru ilə suvarikum və əmvalikum, və lakin yanzuru ilə qulubikum və əməlikum. Həqiqətən Allah Taala sizin şəkillərinizə, yəni cəsədlərinizin formasına baxmır, mallarınıza baxmır, lakin baxır qəlblərinizə və əməllərinizə. Allah Taala bizim qəlblərimizi islah etsin, cəsədlərimizdən əvvəl əməllərimizi islah etsin. Allah Taala ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Allah Taala bizi eşidib faydalardan etsin. Aqulu ma tasma'un və astaghfirullaha li və lakum və li sa'iril muslimin min kulli dam fastaghfiruhu innehu ghafurur rahim.
الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا. عباد الله، إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر